Artıq qalan mürəbbə suyumu atmaq əvəzinə pambıq kimi yumşaq, ətirli bulkalar hazırladım. 2 lis dolusu bulka alındı, amma elə birinci lis sobadan çıxan kimi isti-isti bitdi. Qaba ilıq su, süd, maya, şəkər tozu, yumurta, baş rolda olan mürəbbə suyu, duru yağ, vanil əlavə edib qarışdırdım. Lazım olacaq unu hissə-hissə əlavə edib xəmiri yoğurdum. Dəqiq resepti açıqlamada qeyd etmişəm. Məhsulların ölçüsündən, unun marka və keyfiyyətindən asılı olaraq ölçü dəyişə bilər. Ona görə hissə-hissə əlavə etmək daha məqsədə uyğundur. Azca ələ yapışan xəmir olur. Yumşalmış kərə yağı ilə xəmiri yaxşıca yoğurub, üzərini striclə örtürəm. Qalın dəsmala sarıyıb 1 saat mayalandırıram. Xəmir 2 qatı qədər yaxşı şişib. Terapiya kimi mərhələ. Əlimlə xəmirin havasını yaxşıca alıram. Mayanın qoxusu qalmasın deyə dəzgahda yaxşı yoğururam. 92 qramlıq 24 kündəyə bölürəm. Listə yığıb dəsmalla örtüb 30 dəqiqədə belə mayalandırıram. Üzərlərinə yumurta sarısı və süd qarışımı çəkirəm. Daha sonra isitdiyim 180 dərəcəli sobada üzəri qızaranadək bişirirəm. Elə isə bundan sonra artıq qalan mürəbbə sularını atmırsan.